Bu cavanlıq, gənclik dönəmi elə bir dönəmdir ki, insanın, yəni bu vaxtda insan güclü olur, qüvvətli olur. Hətta görsən imkanı da yaxşı olur, maddi imkanı. Yəni insan bu gənclik, cavanlıq dönəmini ya Allaha sərf edəcək. Yəni Allaha sərf edəcək, ömrünü, cavanlığını ibadətlə, itaətlə keçirdəcək. Ya da ki bu dönəmini, bu gənclik dönəmini, cavanlıq dönəmini pis, mundar, aşağılı əməllərlə bədbəxt eləyəcək həyatını, qaraldacaq həyatını. Necə günümüzdə nə qədər bəzi cavanlar var. Gecə klubu, bar, diskoteka, qadın, qız, içki, qumar, narkomaniya Allah qorusun. Bu kimi əməllərlə ömrünü bədbəxt eləyir, həyatını bədbəxt eləyir vallahi. Belə əməllərin sonu nədir? Peşmançılıqdır, xüsrandır. Belə əməllər insanı xoşbəxt eləmir. Amma bəzi gənclər, cavanlar var ki, Allahın ona verdiyi o cavanlıq dönəmini Allaha ibadətlə, itaətlə keçirdir. Adamın gücü var, imkanı var, günahlara gedə bilər, amma getmir. Niyə getmir? Deyir, Rəbbim bunları mənə qadağan eləyibdir. Yəni ömrünü Allaha itaətlə keçirdir. Allah həmd olsun. Belə gənclər, cavanlar var vallahi.